Salam, hər vaxtınız xeyirli olsun. Sizi İnnovativ Təhsil Mərkəzindən salamlayırıq. Xoş gördük. Sınavlarla bağlı fikirlərinizi bilmək İnnovativ Təhsil Mərkəzi üçün çox xoş olardı. İlk öncə sizinlə başlayaq. Seycan xanım, suallar necə idi? Suallar həqiqətən çox qəşəng idi, düşündürücü suallar idi. Qiyası çox bəyəndim, suallar çox xoşuma gəldi. İngilis dili biraz çətin idi, amma düşündürücü çətin idi və məncə belə də olmalıdır. Azərbaycan dilində mətnlər və qrammatikası çox xoşuma gəldi. Aha, çox sağ olun, təşəkkür edirəm. İnşallah nəticəniz də yüksək olar. Amin. Buyurun Musa bəy, sizdən fikirlərinizi maraqlanmaq istəyirəm. Suallar necə idi? Həqiqətən bəyəndinizmi? Düşündürücüdür, yoxsa dinləməsi, mətni, bunlarla bağlı fikirlərinizi bilmək bizim üçün çox xoş olardı. Suallar çox maraqlı və düşüncəli şəkildə hazırlanmışdı. Şəxsən mənim çox xoşuma gəldi. Siz də bura gəlməyi tövsiyə edirəm. Suallar yerində çox çətin və maraqlı olduğuna görə sizi yenidən burada görmək üçün hazırım. Aha, təşəkkür edirəm, çox sağ olun. Zəhra xanım, sizdən fikirlərinizi almaq istəyirdim. Ümumi necə gəldi suallar? Sizə ən çox hansında çətinlik çəkdiniz? Sualların hər biri yaxşı maraqlı idi, hər biri düşündürücüydü. Ən çətin məncə biraz riyaziyyat idi, amma digər fənlər hər biri uyğun idi. Sizcə belə olmalı deyil, çətin? Məncə belə olmalı. Məncə də belə olmalıdır. Hər birinizə təşəkkür edirəm. İnşallah növbəti sınavlarda görüşərik.